Forum davam edir və biz gələn müxtəlif ölkələrdən gələn qonaqların fikirlərini, gözləntilərini öyrənməyə davam edirik. Yanımda Danimarkadan gələn qonağımız var. Hello, welcome to Azerbaijan. Please, first of all, could you introduce yourself and tell us about your expectations from WUF 13? My name is Natalia Musin. As you said, I'm from Denmark. I'm from the Royal Danish Academy Institute of Architecture and Technology, and I'm also here as a representative of the International Union of Architects. My expectations was to meet people from all over the world and learn from the exchange of people working with the built environment. Okay, thank you very much for answering to my first question. Mənim qonağım dedi ki, gözləntisi dünyanın hər yerindən insanlarla tanış olmaqdır və yeni mənzil ehtiyacının necə həll oluna biləcəyini öyrənməkdir. My second question is about which type of urbanization problems Denmark has faced. Well, we have a good social conditions for housing, but we have too big an impact on the planet, on the environment. So we have to learn to impact the environment less. Also, we have movement from rural areas to the cities, affecting both. Deyir ki, biz ətraf mühitə bizim təsirimiz çox yüksəkdir. Buna görə də planetə daha az təsir göstərməyin yollarını tapmalıyıq. Sosial şəraitimizin yaxşı olduğunu bildirdi, amma ekoloji təsirimizi azaltmağı öyrənməliyik. And my last question is about what do you think, how Azerbaijan organized WUF 13? I think it has been a fantastic experience, and I have to really commend the whole of this capital region and everybody here, because meeting all the young people at the WUF, all the volunteers, have given such an incredible impression of professionalism, kindness, dedication to the issues, and just a very, very strong impression. Thank you very much for your answers. Müsahibim dedi ki, əsasən forum boyunca çalışan gənc könüllülərdən çox razı qalıb. Deyir ki, çalışan hər kəs çox peşəkardır, çox mehribandır və ölkənizi çox yaxşı şəkildə təmsil edirlər. Bizim çatdıracaqlarımız bu qədər. Söz yenidən sizdədir.